Cəngəlin fərqli cücə tiği nağılı. Tiği balaca cücə tiği bir günəşli havada, sərsəbz cəngəldə daşın üstündə əyləşmişdi və dostlarına həsrətlə baxırdı. Ferferi balaca səncab ağacın üstündə bu şaxədən o şaxəyə atlanırdı. Ciku balaca serçə xırda qanatları ilə göydə uçurdu. Tiği ah çəkdi, ürəyində dedi: "Niyə mən ferferi kimin atlana bilməyəm? Niyə mən Ciku kimin uça bilməyəm? Mənim əlimdən heç iş gəlmir." O ləhzədə ferferi atlandı gəldi tiğinin yanına və dedi: "Niyə sakitsən? Gəl məndən oynayaq." Tiği narahat ola başını saldı aşağı və dedi: "Heç faydası yoxdur. Mən nə atlana biləyəm, nə uça biləyəm. Heç iş əlimdən gəlmir." Ferferi təəccüblə baxdı və dedi: "Bu sözü demə Tiği. Hər kəs dünyada əlindən bir iş gəlir. Gəl gedək Cikunun yanına. O həmişə yaxşı yollar görsədi." Onlar böyük bəlut ağacın tərəfinə getdilər. O yeri ki Ciku şaxa üstündə oturmuşdu, Ferferi həyəcanla dedi: "Ciku, Tiği elə bilir ki heç zat başarmır. Sən ona denən ki o iştibahidir." Ciku biraz fikir elədi və gülə-gülə dedi: "Tiği, mənə denən ki hər nədən çox, nə mənə çox istəyirsən." Tiği başını qaşıya-qaşıya dedi: "Mən gülləri iyləməkdən çox xoşum gəlir. Həmişə cəngəldə təzə yollar tapıyam. Bəzi vaxtlar yollar tapıyam ki, indiyənəcək heç kəs tapa bilməyib." Ciku qanatlarını tərpətdi və dedi: "Bu sənə bəsdir. Sən bir kaşifsən." Ferferi də söyünə-söyünə dedi: "Bəli, yadındadır. Keçən həftə kəsə yol tapdın ki, bizi çeşməyə yetirdi." Tiği təəccüblə dedi: "Düzdən? Yəni bu mühüm məsələdir." Ciku gülə-gülə dedi: "Əlbəttə ki, mühümdür. Hər kəs bu dünyada xas çıxarı var. Mən uçuyam, ferferi atlanı və sən bir kaşif və bilici cücəsən." O ləhzədə ağlamaq səsi ağacların dalından gəldi. Tiği, ferferi və Ciku tələsə-tələsə səsə tərəf qaçdılar. Orada balaca dovşan butələrin içində giriftar olmuşdu. O ağlaydı və eləyə bilməydi oradan çıxmağa yol tapa. Tiği yavaş-yavaş qabağa getdi, butələri iylədi və diqqətlə ətrafa baxdı. Sonra həyəcanla dedi: "Mən bir yol bilirəm ki, daşların dalından keçib. Eləyə bilərik oradan keçək və kömək eləyək." Ferferi və Ciku söyünə-söyünə dedilər: "Vay Tiği, sən bir nicat verənsən." Tiği yolu nişan verdi və hamı bahəm balaca dovşanı butələrin arasından çıxartdılar. Dovşan söyünə-söyünə güldü və dedi: "Çox sağ ol Tiği, sən çox huşlusan." Tiği əvvəlin dəfə ehsas elədi ki, ürəyi şadlıqla dolub. O başa düşdü ki, lazım deyil uça ya atlana. O bir kaşifdir. O həmişə kömək eləməyə bir yol tapır. Tiği o gündən bir yana özün ərzişsiz bilmədi. O bildi ki, bizim hamımızın xas vəziyyətləri var və fəqət gərək onları tapaq və özümüzə iftixar eləyək.